Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarının baytarlıq sanitariya vəziyyətinin qiymətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Agentlik sədrinin müvafiq əmri ilə yaradılan komissiya tərəfindən heyvan bazarlarında aparılan yenidən qurma işlərinin mövcud tələblərə uyğunluğu yerində qiymətləndirilir. Növbəti qiymətləndirmələr zamanı Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən və fərdi sahibkar Dadaşov Eldar Dadaşoğluna məxsus bazar üzrə baytarlıq sanitariya vəziyyəti araşdırılıb. Hər giriş qapısında diz baryer tikmişik. Daxil olan maşınların təkərlərinin tamamilə dezinfeksiya olunması ilə əlaqədar. Yəni kənardan gələn maşınlar təkərlərində özləri ilə bərabər hər hansı bir virus, bakteriya və s. bazara daxilə bilməsinlər. Eyni zamanda bazarın çıxışı ilə əlaqədar bir dənə çıxış tikmişik. Çıxışda da həmçinin diz baryer qurmuşuq. Məqsəd bazarın içərisində ola biləcək hər hansı bir problemin bazarın içərisində maşınların təkərində kənara çıxmaması ilə əlaqədar. Bakı-Astara yolunun 121-ci kilometrliyindən bazarımıza dönən yol tamamilə asfaltlaşdırılmışdır. Həm giriş, həm də çıxış. Giriş bir maşın səviyyəsində, çıxış isə bir neçə maşın səviyyəsində yan-yana çıxmaq üçün. Eyni zamanda bu yolun üstündə malların kliniki baxış məntəqəsi tikilib. Məqsəd ondan ibarətdir ki, bazara gələn mallara həkim yuxarıdan nəzarət edə bilsin. Nəzarət edərkən maşında bazara daxil olması məsləhət olmayan əgər iri və yaxud xırda abonizm mal varsa, həmin mal bazara daxil olmadan həmin maşın geri qaytasın. Qiymətləndirmələrin nəticələrinə əsasən Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən heyvan bazarının fəaliyyət göstərməsi məqsədə uyğun hesab edilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında baytarlıq sanitariya tələblərinə əməl olunmasının təmin edilməsi, epizotoloji sabitliyin qorunması və heyvanların sağlamlığının mühafizəsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.